Her vaxtınız xeyir, gözəl qızlarım. Həftəmizi gözəl mələklə açırıq. Bugün bizim qonağımız Miray qızımızdır. Miray qızımız olub 3 ildən sonra, 2 uğursuz həmləlikdən sonra və düzgün diaqnoz, düzgün müalicə nəticəsində bugün qucaq doluyuq. Qızımızı evə yola salırıq. Düz Şəmkir rayonundan siz təbrik edirəm. Çox sağ olun doktor. Arzu edirəm hər biriniz mənim kimi evladınızı sağ-salamat qucağınıza alasınız. Amin. Və bugün möcüzəvi və gözəl həbərimiz var sizə. Təzə-təzə testləri göstərən qızlarımız var. Cəmi bir qızımız var. Bir kurs müalicə nəticəsində hal-hazırda sevinir və gəlib doktorun yanına. Problemləri çox idi, yaş faktoru, hormonal problem. Ona baxmaya cəmi bir kurs bəs elədi. Çox sağ olun doktor. İnşallah vaxtını çatar və siz də belə qucaq dolu olasınız. İnşallah. Növbəti bizim həmləmiz, gözəl həmləmiz paketdən bugün keçib. 34 həftəyə çatmışıq. Qızımız da 2 ildən sonra, amma riskli həmləlik keçirtmişik. Əsas hematoma var idi, qanaxma var idi və düzgün diaqnoz, düzgün müalicə nəticəsində axıra kimi çatdıq. Sizi təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm. Artıq həkimimizin sayəsində 34 həftəmizə çatmışıq. Həyəcanlıyıq, bizi gözləyirik. Təşəkkür edirik sizə. Növbəti bizim gözəl həmləmiz İradoçka 2 ildən sonra ana olar. Qızımızda da hormonal problem, folikul yetişib partlanmırdı. Cəmi bir kursdan həmləlik 5 baş verdi. Həmləliyimiz çətin keçir, amma 16 həftəyə çatdıq. Doktor, çox sağ olun, minnətdaram sizə. Bir kurs müalicə ilə onun nəticəni sizdən əldə elədik. Şükürlər olsun. Növbəti qızımız 2 ildən sonra yumurtalıq polikistoz sindromu, hormonal problem və hal-hazırda sevinirik. 12 həftəyə çatdıq. Şəmsiyə xanım, sizi təbrik edirəm. Çox sağ olun, doktor, var olun. Biz sizin sayənizdə olduq, çox sağ olun. İnşallah axıra kimi çatar və siz də belə körpəni yola salaq evinizə və yanıma gələsiniz. Növbəti bizim qızımız gəlib çox uzaq rayondan və 12 ildən sonra 3 dənə uşağı var, 3 dənə qızımız var. Düzgün diaqnoz, düzgün müalicə nəticəsində 4-cü evladımız olar və o da oğlandır. Həmişə sual verirlər ki, planlanma edirsiniz, eləmişsiniz doktor, düzdür. Müalicəmiz 5 il oldu qızımızda, amma 5 il həm hormonları normaya salırdıq, həm vitaminləri və s. problemləri normaya salırdıq, həm hesablamaqla üst-üstə düşsün deyənə. Və qızımız gəldi, bugün təsdiqləndi ki, oğlandı. Sizi təbrik edirəm. İnşallah xeyirli, sağlam. İstəyənlərə indi kimdə qız var, oğlan istəyirlər, oğlan olan qız istəyirlər. Hamısını Allah versin. Çox sağ olun doktor, yaxşı ki varsınız. Sizin sayənizdə təşəkkür edirəm. Səbirlə qızımız qeyd eləmək istəyirəm ki, 5 il gəldi yanıma və bugün sevinirik, inşallah axıra kimi sevinək. Çox sağ olun. Növbəti mənim qızım 5 ildən sonra 2-ci dəfə ana olmağa hazırlaşır. 3-cü həmləlikdir. İlk dəfə 8 həftədə inşaatdan qalma oldu. Gəldi yanıma, müalicə nəticəsində bir qızımız var, hal-hazırda 5 yaşında və gəldi, təkrar ki, həmləlik baş vermir. Bütün yoxlanışlardan keçdik, aşkar olundu ki, borular tamamilə bağlanmışdı doğuşdan sonra, yəni iltihabdan sonra, 3 ildən sonra, doğuşdan sonra. Həm folikul yetişib partlanmırdı. Müalicə nəticəsində 2 ay müalicə elədik, sonra boruları açdıq və gözəl həbər, həmləliyimiz çox çətin keçir, hətta uşaqlıq boyuna sirkulyaj qoyulub. Və hal-hazırda neçə həftəyə çatdıq? 25. 25 həftəyə, təbrik edirəm. Çox sağ olun, Allah razı olsun doktor. İnşallah axıra kimi çatlasınız. İnşallah, çox sağ olun. Növbəti qızımız Məltəm xanım. Məltəm xanımda da riskli həmləlik demək olar ki, bugün qızlarda hamısında riskli həmləlikdir, amma ona baxmayaraq neçə həftəyə çatdıq Məltəm? 28-ə demək olur. Az qalıb doğmağa, sizi də təbrik edirəm. Çox sağ olun doktor, təşəkkür edirəm. Mən də sizi təbrik edirəm. İnşallah axıra kimi çatasınız və körpələrlə evlərimizə, ailələrimizə sevinç bəxş edəsiniz. İstəyənlərə də qismət olsun, hamısı belə qucaq dolu olsun, üzləri hamısını görsün və arzularımıza çatasınız. Amin.